Salam bizim kanalın izləyiciləri və ovçu dostlarımız. Bizim bugünkü videomuz nədən ibarətdir? Bugün videomuzun əsas məsələsi bu binokli durbini tüfəngə montaj etməkdən ibarətdir ki, bunlar düz vursun. Bunun üçün bizə nə lazımdır? Bunun üçün bizə lazım olan bərk stol, tərpənməyən, sonra bir dənə məngənə lazımdır və bir dənə belə kağız ki, özümüz çəkək bir mişen düzəldək. Bizə əsas lazım olan bunlardır və binokl alanda binoklun üstündə bu kronşteynlər olmur. Harca 7 manat olmalıdır. Bir de bir cütdə kronşteyn lazımdır bizə. Bu kronşteynlər olduqdan sonra biz nə edirik? Bu tüfəngə bu binokli bu tərəfində var. Şest ekranik bu tərəfindən belə yaxşı bərk edirik. Üstündə də yerlər var. Buradan da bərk edirik ki, bu bərk tərpənməsin və düzlüyünə nəzarət edirik ki, bunun içindəki bu xətti ki var, bu da düz yansın. Biraz sağa, biraz sola, ya aşağı yuxarı yanmasın. Yəni şaquli və vertikal xəttləri düz olsun. Bu düz olandan sonra, bunu bərkidəndən sonra bizim məqsədimiz bunu tüfənglə ortaq nöqtəyə gətirmək lazımdır ki, bunlar düz dəqiq vursun. Çünki binokl başqa yeri göstərir bu dəqiqə, tüfəng isə başqa yeri vurur. Bundan ötürü bizə lazım olan şeyləri biz gətirmişik. Məngənə bərk edirik. Sonra tüfəngi bunun üstünə qoyuruq. Tüfəngi bunun üstünə qoyduqdan sonra bunu buradan sıxırıq ki, bu tərpənməsin. Və bu bərk bu dəqiqə hal-hazırda bərk durub bizim tüfəngimiz burada. Tüfəngi də bərkitdik buna məngəniyə və biz özümüz buradan ateş zamanı bu tüfəng oynamaq ehtimalı yoxdur. Yəni yerindən, oradakı mişendən qaçmaq ehtimalı olmayacaq. Biz bunu sonra bu mişeni götürürük, gətiririk. İstədiyimiz yerdən qoyuruq, istədiyimiz yerdən qoyub gedib sonra tüfəngimiz hələ bax budur. Və buradan nə edirik? Buradan biz ora bir dənə ateş açırıq. Bir ateş açdıqdan sonra bizim tüfəngimiz tərpənməməlidir. Yəni bərk bağlamaq lazımdır, bərk tutmaq da lazımdır. Bir ateşdən sonra bunu tərpətmirik. Və bunun üstündə olan tənzimləyici yerlər ki var, bunları açırıq. Və bir dənə də solunda var. Bunu da açırıq. Qoyduq bura. Bu üstündəki yuxarı aşağı tənzimləyir. Bu sağdakı isə sola sağa tənzimləyir. Və bir dənə də bunun solunda var. Bu solundakı tənzimləyici deyil. Bu sadəcə gecə görmək üçündür. Lazım olduqda bunu məsəl üçün fırladırıq. Gecə görmək üçün bunun içində bu xətt var. İşıq yanır. Yəni gecə görmək üçün bu lazım olur. Gecə ateş üçün. Demək biz bunları açdıq. Bunları açandan sonra biz buradan baxırıq binoklə. İndi mən o kağızı gətirim. Kağıza baxaq. Əslində bu kağızı götürmürük. Bu kağız elə burada da qalır. Dostum, mən bunu bura gətirirəm ki, yəni buradan başa salmaq daha rahatdır. Yəni biz onu oradan götürmürük. Bu qalır orada. Bu orada qalır. Heç bir tüfəngdə birinci dəfədən durbinlə tüfəngin atış zamanı üst-üstə düşə bilməz. Biz burada nə edirik? Bizim məsəl üçün atdığımız güllə bura dəyib. Budur, güllənin dəydiyi yer. Ancaq bizim binokllə biz bura baxmışıq, ortaya, tənə ortaya. Binokllə ortaya baxmışıq, bu xət ki var. Ortaya, bura ateş açmışıq, güllə gəlib bura düşüb, qırağa. Demək, nə etməliyik? Bizim binoklin baxdığı yer buradır. Bunun içindəki yer var, bu görünür, belə xət var. Tam ortasındakı bu nöqtə. Biz bura baxmışıq, tüfəng isə vurub bura. Mən bunu bura gətirdim ki, burada izah eləmək daha rahatdır. Ancaq əslində bu olur orada. Biz hər şeyi buradan idarə edirik. Tüfəngi tərpətməmək şərti ilə ki, burada tüfəng əsas tərpənmir. Demək, biz burada nə edirik? Biz burada birinci növbədə tüfəngin vurduğu yerə öz binoklimizi çatdırmalıyıq bura. Yuxarıdakından
Əsas məsələ nə idi bizdə? Əsas məsələ binoklin göstərdiyi yerlə tüfəngin göstərdiyi bu məsafəni birləşdirib bir nöqtə eləmək. Bunun üçün bizə nə lazımdır? Bunları açdıq, bu Rublyovka yerlərini, bu yuxarı aşağı eləyən. Bizim bu dəqiqə atdığımız güllə buranı vurur. Ona görə də biz bununla Rublyovka eləməliyik. Bu mişeni qaldırmalıyıq ta ki bu nöqtəyə qədər qaldırmalıyıq. Bu nöqtəyə qalxandan sonra bu xətt. Bizim vurduğumuz güllə buradadır. Bu hal-hazırda bu mişen bunun içinin xəttidir. Yəni bunun içinin mişenidir. Bunu yuxarıdan fırladırıq və bu xətt qalxır ta bura qalxana qədər fırladırıq. Qalxandan sonra biz bunun üstünü bağlayırıq. Üstünü bağladıq. Vəssalam. İndi bizim tüfəngin binokllə məsafəsi bu məsafəyə qədər qalxıb. Ancaq yenə sağa vurur. Bu xətti indi sağa çəkməliyik. Biz təzədən buradan fırladırıq. Burada sola fırlatsan sola fırlanır, sağa fırlatsan bu mişeni hərəkət elətdiririk. Biz aşağı yuxarı. Ona görə bunu biz fırladırıq ta ki fırladırıq. Yuxarıdaydı, düzdürmü? Bura qədər qaldırmışdıq. Və bunu fırladıb ta bura gətiririk. Bura gətirənə qədər fırladırıq və bu xətt, bu bizim xətt qalxdı bura. Bunun sayəsində və çəkdik sağa. Bunun sayəsində ta bu nöqtəyə gəldi və bunu da buradan bağlayırıq. Bunu da buradan bağladıq və bunu da çəkdik sağa. Yəni əgər bu aşağı vurarsa, yenə də bunun nəticəsində bunu aşağı salmaq lazımdır bu bizim mişeni. Mişen aşağı salınır və bunun nəticəsində biraz sola çəkməliyik ki, bu xətt bura vursun. İndi hal-hazırda bizim bura atdığına görə bizim gülləmiz, biz bunun içindəki xətti buradan qaldırdıq bura mişeni və buradan bura çəkdik. Deməli bu nöqtəni gətirdik, çıxartdıq bu nöqtəyə. Beləliklə tüfəng hara atırsa, bizim binokillə ora baxır. Yəni biz hal-hazırda bu nöqtəni nişan almışıq. Beləliklə biz əgər bu nöqtə ilə hara baxsaq, yəni tüfəng həmin nöqtəyə vuracaq. Bunların arasındakı məsafəni biz birləşdirdik. Beləliklə çox sadə bir atışla, bir güllə ilə bizim tüfəngimiz montaj oldu. Binoklimiz də tüfəngimizə montaj oldu. İnşallah hələlik ki bu videodan kifayətlənirik. Gələcəkdə də keyfiyyətli o videolarımız olsa, inşallah onları da çəkib yenə sizə göndərəcəyik. Televizyon əla.